Herkese salam dostlar. Beşiktaş Media kanalına hoş geldiniz. Bugündən etibarən Beşiktaş Futbol Klubu ilə bağlı futbol xəbərlərini sizlərlə paylaşacağım və sizlərdən dəstəklərimi gözləyirəm. Belə ki, mövsüm sonunda Ciro Immobile ilə yollarını ayıracaq olan Beşiktaş hücumçu transferində səhv etmək istəmir və hal-hazırda bir neçə futbolçu ilə maraqlanır. Gəlin bu futbolçuları tanıyaq. Belə ki, əsas hədəf Əsas hədəfdə Bayer Leverkusenin 29 yaşlı təcrübəli hücumçusu olan Patrik Schick durur. Bu transferə tərəflər isti baxırlar. Beşiktaş isə bu futbolçunu 1 illik kiraya gətirmək istəyir. Xatırladaq ki, ulduz futbolçu bu sezon Leverkusen forması ilə çıxdığı 45 oyunun 27-sində fərqlənməyi bacarıb və məncə bu transfer Beşiktaş üçün tarixi transfer ola bilər. Keçək digər futbolçularımıza. Beşiktaş prezidenti olan Sərdar Adalı'nın bu yaxınlarda İspaniyaya getdiyi, hətta Atletico Madrid klubunun prezidenti ilə görüşdüyü xəbərləri var. Məncə bu görüşün səbəblərindən biri Alexander Sörlotdur. Təcrübəli futbolçu bu sezon Beşiktaşın maraq dairəsində olduğu futbolçulardan biridir. Hətta bəzi xəbərlərə görə futbolçu Beşiktaşa gəlməyə ciddi yanaşır. Ancaq klubu Atletico Madridin hələ ki onu satmaq fikri yoxdur. Lakin əgər Atletico Madrid bu yay sezonunda hücumçu transferi etsə, Sörlot Beşiktaşa gələ bilər. Xatırladaq ki, 29 yaşlı hücumçu karyerasında Türkiyə ligində Trabzonspor formasını tərlətmiş və buranın atmosferinə hakimdir. Eyni zamanda bu sezon La Ligada keçirdiyi 50 oyunda 24 qol atmış və 2 məhsullar ötürmə etmişdir. Və Beşiktaş bu futbolcuya transfer təklif edə bilər və məncə bu transfer Beşiktaşı uzun müddət hücumçu problemindən qurtarar. Gəlin keçək digər futbolçumuza. Son günlərdə adı Beşiktaşla çox yaxından anılan, bu sezonu kirayə olaraq Trabzonsporda keçirən Qanalı futbolcu Simon Banzadır. Belə ki, Simon Banza transferini gözdən çıxaran Trabzonspor diqqətini başqa transferlərə doğru çevirib və klubu Braqa ilə Beşiktaş bu transferə ciddi baxırlar. Hətta klubu Braqa futbolcusunun aktiv dəyəri 25 milyon olduğu halda hər hansı olacaq bir transferdə 10 milyon düşməyə hazırdır. Beşiktaş da bu təklifə isti baxır. Oyuncu bu sezon Türkiyə ligində çıxdığı 37 oyuna 22 qol və 6 məhsullar ötürmə etmişdir. Və qeyd edək ki, 28 yaşındakı Qanalı Beşiktaşa gəlməyə ciddi baxır. Xatırladaq ki, adı Beşiktaş ilə anılan futbolçulardan biri olan və keçmiş Galatasaray futbolçusu olan Onyekuru Beşiktaş klubuna gəlməyə sanki yaxın imiş kimi xəbərlər var idi. Ancaq Beşiktaş klubunun rəsmi səhifəsi bu xəbərləri yalanladı. Bu videoluk bu qədər dostlar. Sizdən son xəbərləri qaçırmaq istəmirsinizsə abunə olub like atıb dəstəyinizi bildirə bilərsiniz.